Mercedes-Benz W210 almağa dəyər. Bu maşın özü ilə birlikdə bir çox məna daşıyır. Bu maşını idarə edən adam özünü sadə sürücü kimi yox, həm də yolun və hörmətin sahibi kimi görür. El arasında 400 ya da E-Class adlanan bu model 1995-2004 və 1999-2002-ci illər arasında yeni kosmetik dəyişikliklərlə istehsal edilib. Avtomobil 2.4, 2.8 və 3.2 benzin, həmçinin 2.2 və 2.7 dizel versiyaları geniş yayılmışdır. E55 AMG kodlu 5.4 mühərrikli W210 yollarda istənilən maşının qorxulu yuxusuna çevrilmişdir. O zaman belə bir sual yaranır. Bu model niyə bu qədər sevilir? Cavab vermək istəsək, maşında dövründə inqilabi sayılan yeniliklər, rahatlığı, dözümlüyü və ortalama 7-8 litrelik yanacaq sərfi onu xalq arasında sevilən edib. Bir çox W210 rahatlıqla 700-800 min km problemsiz gələ bilir. Paslanma problemləri, elektronik problemlər, 5 pilləri söhbət qutusunda vurma problemləri və bəzi motorlarda yaxızılma və yaş faktoru maşın mənfiyyətlərindəndir. Bizim bu avtomobil reyimiz 10 üzərindən 9'dur. Bunun üçün videoların davamı üçün videonu bəyənib kanalı takip etmeyi unutmayın. Teşekkürler.